Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib. Bu barədə Özbəkistan dövlət başçısının Azərbaycan prezidentinə Zəfər günü münasibəti ilə ünvanladığı təbrik məktubunda bildirilib. Şavkat Mirziyoyev Prezident İlham Əliyevi yaxın gələcəkdə Mərkəzi Asiyanın dövlət başçılarının növbəti məşvərət görüşündə iştirak etmək üçün Özbəkistana səfərə dəvət edib. Balakəndə 17 yaşlı qızı evlənmək üçün qaçıran 50 yaşlı kişi və dəstəsi saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Şəki rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar. Zərər çəkmiş polis əməkdaşları tərəfindən gizlədildiyi ünvandan aşkar olunaraq ailəsinə təhvil verilib. Araşdırmalar zamanı Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər şəxslərlə birlikdə xanımı evlənmək məqsədi ilə qaçırdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Noyabrda bayramlara görə təhsil müəssisələrində iş və istirahət günləri açıqlanıb. Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 11 noyabr olacaq. 5 günlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində isə son iş günü 7 noyabr, tətil sonrası ilk dərs günü isə 12 noyabr olaraq müəyyən edilib. Nazirlər Kabinetinin qərarına əsasən ümumi təhsil müəssisələrində payız tətili 16-20 noyabr tarixlərini əhatə edəcək. Sabah böyük komandaya qarşı oynayacağıq. Bu sözləri Qarabağın baş məşqçisi Qurban Qurbanov Bakıda İngiltərənin Chelsea klubu ilə keçiriləcək 4-cü tur maçından öncə təşkil olunmuş mətbuat konfransında deyib. O, bu cür komanda ilə qarşılaşmağın Azərbaycan futboluna böyük fayda verəcəyini bildirib. Sabah yaxşı oyun göstərmək, azərkeşləri sevindirmək istəyirik. Chelsea-nin Bakıya səfəri futbolumuzun inkişafı üçün önəmlidir deyə Qurban Qurbanov bildirib. Qeyd edək ki, noyabrın 5-də Tofiq Bayramov adına Respublika stadionunda keçiriləcək Qarabağ-Chelsea görüşü saat 21:45-də başlayacaq. Noyabrın 5-də ölkə ərazisində yağıntılı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, 4-dən 5-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimal olunur. Ölkənin əksər rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.